Salam əziz izləyicilər, bu günlərin bizim dərsimiz əmr fe'linin məhsul formada düzəltməkdir. Biz əmr fe'linin məhsul formasını düzəltmək istəyiriksə, keçən dərslərdə bunu unutdum deyəm, mazinin məhsulu mazinin məlumundan düzəlir, muzarinin məhsulu muzarinin məlumundan düzəlir və əmrin məhsulu da elə muzarinin məhsulundan düzəldiləcək. Biz, məsələn, muzarinin məhsul formaya gətirmək istəyiriksə, daha doğrusu əmri biz məhsul formaya gətirmək istəyiriksə, muzari fe'linin məhsulunun əvvəlinə bir dənə lam hərfini artırmaqla düzəldəcəyik. Məsələn, yudrabu fe'lini götürək. Yudrabu. Biz bunun əvvəlinə bir dənə lam gətirəcəyik, kəsrəli lam. Və axırında cəzm eləyəcəyik, yəni sükunlu eləyəcəyik. Olacaq liyudraba. Bu formada təsrif olunacaq fe'l. Və bunun müxatəbi də eynən bu cürdür. Məsələn, biz əmrin, məlumun müxatəbini deyəndə, məsələn, izrib deyirdikdə, olurdu belə. İlrib. Amma məhsulu bu cür olmayacaq. Məhsulu niyə bu cür olmayacaq? Çünki əmrin məhsulu muzarinin hər tək modelindən düzəldiləcək. Elə muzarinin məhsul müxatəbi necə olurdu? Tudrabu. Tudrabu. Biz əmrin də düzəltmək istəyəndə müxatəbini elə kəsrəli lam gətiririk. Axırında cəzm eləyirik, yəni sükunlu eləyirik. Olacaq litudrab. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.